Əziz, zəhmətkeş, Qurandan başqa heç nəyə qəbul etmirik deyənlər, siz nə inkar edirsiniz? Əgər bir şəxs Quran barəsində qəti şəkildə hökm olaraq bir fikir bildirirsə, Peyğəmbəri niyə dövrədən çıxardır? Məsələn, bir adam iddia edir ki, Peyğəmbər sünnəsinin Quranı izah etməyə qüdrəti çatmır. Amma bunun üzərindən durur, Quran-ı Kərimə 30 cildlik təfsir yazır. Verdiyi zaman qəti şəkildə fikir bildirir ki, ayənin bağlamı, ayənin mənası bundan ibarət. Üzr, sizə sünnə deyirlər ki, elə bilirlər ki, kitabı açırsan, filan hədis çıxıb ki, badımcan harada iman gətirdi, nə bilim, dəvənin, nə bilim, içalatı belə getdi, filan getdi. Elə bilirlər ki, hədis deyirlər ki, bu nəzərdə tutulur. Vaqeyə dedikdə biz artıq tarixi baxımından sünnəyə baxmayacağıq. Yəni, məhz Peyğəmbərin dövrünə nəzər alacaq. Elə bir sanki Peyğəmbərin dövründə yaşayırıq. Peyğəmbər birbaşa bu işi icra eləyir, faktiki sünnə nəzərdə tutulur. Amma sünnətül məhkiyyə ərəb dilində ifadə tərzi budur. Yəni, hekayə olunmuş sünnə. Yəni, bu günləri əlimizdə olan kitablarda məhkiyyədir. Məsələ burasındadır ki, var Həzrəti Peyğəmbərin dövründə, məsələn, mən gəlirəm, Peyğəmbərə deyirəm ki, Quranda namaz yoxdur. Salat başqa mənadadır. Peyğəmbər deyir ki, yox, sən səhv deyirsən. Mən də qayıdıb deyirəm ki, Peyğəmbərə, yox, Quran var aramızda, başım var, mən belə başa düşürəm. Mənim haqqım çatır bunu deməyə, çünki bu vaqeyi məsələdir ki, Peyğəmbər mənə desə ki, budur, bu deyil. Mən nə deməliyəm? Mən də özümü onunla bərabər hüquqlu tutmalıyam ki, xeyr olayım. Mən də belə düşünürəm, mən belə eləyəcəm. Bu ayrı məsələ. Yəni, ey hədis və sair inkarçılar, siz bunu da inkar edirsiniz. Yəni, Peyğəmbərlə mən bərabər hüquqluyam. Peyğəmbər Quran barəsində nə deyə bilərsə, mən də onu deyə bilərəm. Yəni, mənim ağlım var, vəssalam. Mən də başa düşürəm. İddianızı deyin. Birinci iddianızı deyin. Və ya, ikincisi də ki, məhkiyyət. Məsələn, indi müasir hədis kitabları var. Və mənim əlimə gəlib çatıb ki, Peyğəmbər sallallahu aleyhi və səlləm belə buyurub. Və mən qayıdıb deyirəm ki, Həzrət Peyğəmbərin sözü mənim gözüm üstündə. Mənə nə əmr versə, mən onu yerinə yetirərəm. Amma mən şübhə edirəm, şək edirəm. Görürsən, bu sözü həqiqətən Peyğəmbər buyurub ya buyurmayıb. Mən şək etdiyimə görə, ona görə mən işimi bu əsasda tuturam. Bu mövqeydəsiz, yoxsa siz ümumiyyətlə Peyğəmbərin rəyini rədd edirsiniz? Yəni, Peyğəmbər olur, statusu olur bizi kimi. Bəli. Faktiki sünnəni, Peyğəmbər sözünü bizim sözümüz kimi qəbul etdiyimiz zaman sadəcə mərkəzdə Quran olur. Mənim Qurana müraciət elədiyim, başa düşdüyüm hansısa bir fikir kimi Peyğəmbərin başa düşdüyü fikir eyni statusda olur. Olur Peyğəmbər adi bir insan. Adi bir insan. Paşalyon kimi. Adama deyiblər ki, bunu çatdır və səlam, o da gəlib mənə çatdırıb. Danışma səlahiyyəti nə qədərdirsə, mənim də danışmaq səlahiyyətim o qədər. Bəli. Belədirmi? Yoxsa tarixin süzgəcindən keçib gəlmiş olan Peyğəmbər adına nəql olunan hədisləri, yəni sünnə adına nəql olunan hədisləri inkar edirik. Əslində, hər iki statusda olan inkarçıya cavabları var. Əgər bir şəxs bütün hədisləri, sünnətül məhkiyyəni, hamısını bir gözə yığırsa, hamısını bir adı altında dəyərləndirirsə, bu adam mütəxəssis deyil. Dedim, məsələn, nəql olunub ki, Həzrəti Peyğəmbərdən elmi beşikdən qəbrə qədər öyrənin məşhur Peyğəmbərə nisbət verilən hədisi. Yəni, mən bunu elm baxımından demirəm ki, oturum onun mənbələrini deyim, istidlalını deyim. Yəni, bunu bu cür qəbul etməyir. Məsələn, qarşımıza çıxıb və biz görürük ki, qardaş, ağılda qəbul edir. Və daha sonra Qurana da baxırıq, görürük ki, bu Quranın ruhiyyəsi ilə də ziddir. Mən məsələn soruşmuşam belə adamlardan ki, bunu inkar edirsən, qayıdıb deyib, yox, mən bunu necə inkar? Yox, burada, niyə inkar eləmirsən? Xeyr ola, sən Platondan olan aforizmi qəbul edirsən, bunu qəbul edə bilmirsən. Halbuki Platon da Aristotel də Həzrət Peyğəmbərdən də daha öncə yaşayıb. Xeyr ola, sən Hipokratdan neysə qəbul edirsən, gəlirsən buradan Peyğəmbərin tarixi ilə bağlı bir şey deyirsən ki, yox, mən bunu qəbul eləmirəm, Quran var, bəs nə qədər səmimisən? Məsələ burasındadır ki, hədisləri qəbul edənlər də sıravi cahil adamlar deyil. Onlar sizdən daha betər
sorğu-sualla yanaşırlar məsələyə. Niyə? Çünki ortada axirət məsələləri var.